Hazırda Şərur rayonunda Arpaçay su anbarından qidalanan Sol Sahil kanalındayıq. Göründüyü kimi lil və çöküntülərdən təmizlənən kanal artıq tam gücü ilə fəaliyyət göstərir. Bu isə suyun əkin sahələrinə daha səmərəli və itkisiz şəkildə çatdırılmasına imkan verəcək. Naxçıvan Muxtar Respublikasının ən böyük su ehtiyatlarından biri olan 150 milyon kubmetr tutuma malik Arpaçay su anbarı bu bölgənin suvarma sisteminin əsas hissəsini təşkil edir. Buradan ayrılan sağ və sol sahil kanalları minlərlə hektar torpağın suvarılmasında həlledici rol oynayır. Sağ sahil kanalı Sədərə istiqamətinə, sol sahil kanalı isə Kəngərli istiqamətinə su daşıyır. Uzun müddət istismar nəticəsində kanalın dibinə yığılan dil və çöküntülər suyun axınına mane törədir, ciddi su itkisinə səbəb olurdu. Aparılan təmizləmə işləri çərçivəsində sol sahil kanalında toplanmış lil və çöküntülər xüsusi texnikalar vasitəsilə təmizlənib. Görülən işlər nəticəsində kanalın su ötürmə qabiliyyəti artırılıb, suyun itkisiz və fasiləsiz şəkildə əkin sahələrinə çatdırılması təmin olunub. Sol sahil kanalında 11.890 metr məsafədə kanal lildən təmizlənmişdir. Sol sahil kanalı Şərur rayonunun bir neçə kəndinə və Kəngərli rayon ərazilərinə xidmət edir. Sol sahil kanalının lildən təmizlənməsi nəticəsində həmin ərazilər, bir neçə hektar ərazinin suvarılması daha rahat şəkildə aparılacaqdır. Hazırda kanal boyunca suyun normal axını bərpa edilib. Bu da həm Şərur, həm də Kəngərli rayonundakı fermerlərin suvarma suyu ilə bağlı narahatlığını aradan qaldırıb. Kanalların doluluğu, çirkab suları, kanalda olan çöküntülər su suvarmamızda çox problem yaradırdı. Həm sularımız vaxtında sahələrimizə gəlib çatmırdı, həm də gələn suları gözləyirik ki, görüm hələ növbə nə vaxt gələcək, nə edəcək. Yəni hal-hazırda kanallarımız çox gözəl təmizlənilib. Su axarları tam gözəldir. Kanalda olan bütün çöküntülər götürülüb. Nəzərdə tuturuq ki, bu ilki 2025-ci ilin əkilmiş əkinlər, taxıl əkinləri 26-cı ildə biçiləcək məhsuldarlıqda Allahın köməyinə gözəl nəticələr verəcək. Mən əkinçiliklə məşğulam. Buğda əkirik, yonca əkirik. 4-5 hektar bağımız var. İldə sudan əziyyət çəkirdik. Bu il çox şükür kanallarımız təmizləndiyinə görə sularımız vaxtında payızda, son fəsildə də vaxtında verildi. Bu il də inşallah lap yaxşı olacaq. Suyun itkisinin, bu kanalların təmizləmə çox qabağını alır. 150 milyon kubmetr tutuma malik Arpaçay su anbarında hazırda 139,9 milyon kubmetr su ehtiyatı mövcuddur. Şərur, Sədərək və Kəngərli rayonlarının suvarma suyuna olan tələbatının ödənilməsi məqsədi ilə bir gündə anbardan saniyədə 15 kubmetr su buraxılıb. Heydər Məmmədov, Tərlan İbrahimova, Səxavət Məmmədov, NTV Xəbər.